Göğsüne ulduz serpi. Göğsüne ulduz serpi, nakış olsun ilahi. Arxamca bir cəmsu serp, yağış olsun ilahi. Qaranlıqlar yarılsın, nə sorun var sorulsun. Axırımız durulsun, alxış olsun ilahi. Xatirəni ağ saxla, gözlərimiz sağ saxla. Qoy keçmişdən sabaha baxış olsun ilahi. Əzizim Anar Laçınlı, bugün sənin təxəllüsün olan Laçın Tanrının bugündən çox şükürlər olsun. Artıq illərdir ki, öz bayrağımızdadır, öz əskərimiz oradadır və mən təsadüflərə inanmıram, illa da bir təvabütlü yaxtarıram. Bugün tədbirin səbəbkarı Laçınlı, aparıcısı Zəngəzurlu, o birisi aparıcısı İrəvanlı. Mən buradan da gələcəyin bir keçmişin mədəniyyət xəritəsini, tarixi xəritəsini, gələcəyin də hədəflərini görməkdəyəm. Elə bilirəm ki, biz mədəniyyətimizin gücü ilə, qızıl ləyaqətimizlə gələcəkdə o coğrafiyalarda yenidən buradakı kimi sazı, sözü eşidəcək və buradakı bizim fidan balalarımız, aslan parçaları, ay parçaları, Anar müəllimin və digər sənətçilərimizin yetirmələri adını çəkdiyim və çəkmədiyim coğrafiyalarda yenidən Azərbaycan mədəniyyətinin bayrağını qaldıracaqlar. Anar Laçınlı kimdir? Anar Laçınlı doğulandan təqribən bir il sonra Laçın, onun doğma torpağı işğal altına düşdü. Uzun illər ərzində Anar təxəllüsündə Laçınlı olsa da Laçınsız böyüdü, Laçınsız öyrəndi, Laçınsız öyrətdi, Laçınsız yetişdi. Amma o artıq ömrünün bu illərinə gəlib çıxanda dövlətimizin, xalqımızın birliyi ilə onun doğma torpağı da yenidən öz bayrağımız altına qayıtdı. Amma əlbəttə bir şəxsiyyətdə, bir sənətkarda, bir ziyalıda bu dediyim illər bizim indi burada mikrofon önündə rahatçılıqla dediyimiz sözlər qədər sürətlə keçmir. Əlbəttə onun ömrünə çöktü, sazına köçdü, nitqinə köçdü, ömrünə köçdü və Anar Laçınlı sənətçi kimliyi həm də o illərin verdiyi kədərlə keçmiş olsun və bu illərin verdiyi qürurla, uğurla formalaşdı deyə bilərəm. Və bu formalaşma onun repertuarında, onun ifalarında, hətta daha öncə sənətkarlarımızın əlbəttə ifa etdiyi və bir çox ifaları da ayrı sənətkarların adına ünvanlanan, adı ilə boşa çəkilən ifalara belə özünə məxsus, bax o kədərin, o uzun incə yolun, o bəzən sanki ümidin qırılıb ümidsizliyə keçəcəyi sərhəddən geri dönən işıq seli kimi həmin o ümidin energetikasından yaşadı, yazdı, yaratdı və biz onun yaradıcılığında dediyim kimi bunların məcbusunu görməkdəyik. Ayrıca Anar Laçınlı yalnız bir ifaçı deyil, o həmzə bir televiziya aparıcıdır, bir televiziya simasıdır. O bir ictimai fəaldır, fəal ictimaiyyətçidir. O müəllimdir və bütün bu çox şaxəli fəaliyyət də Anar Laçınlı sənətçi kimliyini formalaşdıran amillər kimi, faktorlar kimi qeyd olunmalıdır. Mən hörmətli sənətçimizə yaşca məndən bir xeyli cavan, ancaq fəaliyyəti maşallah olsun, daha böyük üfüqlər, daha böyük gələcək vədidən gənc dostuma uzun ömür, möhkəm can sağlığı, saz ömrü arzulamaqla bərabər deyirəm ki, saz sinəmdən, söz dilimdən, bayraq da başın üstündən əksik olmasın. Həqiqətən, hər bir söylədiyiniz sözlər qızıldan qiymətlidir. Həqiqətən, ancaq o ən axırın söz bir daha adamı sanki ürəyinə yayılır. Var olun, çox sağ olun. Mən həmişə deyirəm, sizlərdən mən həmişə bir güc almışam. Həmişə biz sizlərdən öyrənirik, sizlərdən biz bəhrələnirik. Nə gözəl ki, biz sizlər kimi bir sənətkarlarla eyni dövrdə yaşayırıq. Mən şəxsən öz adından bunu deyirəm. Mən buna görə özümü bir xoşbəxt gəncə sayıram. Sizlərdən öyrənməyərək, həqiqətən, çox sağ olun.